Sevgi, harmoniya və dərin bağlar. Bugünkü videoda 6-cı enerjinin sirli dünyasına səyahət edirik. Əgər sən 6-sı, 15-i, 24-ü anadan olmusansa, həyatında münasibətlərdə tarazlıq, ailədə sevgi və daxili harmoniya axtarırsansa, bu enerji səninlə danışacaq. Gəl bir yüksək vibrasiyalı gücə birlikdə nəzər salaq. 6-cı enerji sevgi, birlik və münasibətlər enerjisidir. Bu insanlar çox ünsiyyətçil, mehriban və diplomatik olurlar. Onlar hər kəslə ortaq dil tapa bilirlər və istənilən münaqişəni yumşaldıb harmoniyaya çevirə bilərlər. Onlar üçün kollektiv həyatı çox önəmlidir. Amma sıradan bir kollektiv yox, ortaq maraqları, dəyərləri paylaşdıqları insanlar dairəsi olmalıdır ki, özlərini tam rahat və xoşbəxt hiss etsinlər. Altılar zərif zövqə malikdirlər. Geyimlərinə, görünüşlərinə, evlərinin dekoruna xüsusi önəm verirlər. Evləri isti, rahat və estetik baxımından göz oxşayan olur. Qonaq qəbul etməyi çox sevirlər, ünsiyyətə açıqdırlar. Ən önəmli sahələrdən biri onlar üçün münasibətlər və sevgidir. Müsbət haldakı altılar həm özlərini, həm də yaxınlarını şərtsiz sevgi ilə sevirlər. Onlar üçün fiziki yaxınlıq, tərif sözləri, qayğı və sevilmək hissi çox vacibdir. Hər şeydə gözəllik və müsbətlik axtarırlar. Hətta çirkli, boz havada belə bu insanlar damla yağışı və ya ürək formasında bir gölməçə ilə özündə ruh yüksəkliyi yarada bilər. Mənfi hallarda altılar həddindən artıq həssas və başqalarının fikirlərindən asılı olurlar. Bəyənilmək, diqqət mərkəzində olmaq istəyi onları tənqidə qarşı daha həssas və güvənsiz edə bilər. Bəzən tənbəllik, depressiv hallar, qapalı ürək, insanlardan və cəmiyyətdən uzaqlaşma, tənhalığa çəkilmə müşahidə olunur. Belə altılar pessimist, şübhəcil və özlərinə qarşı inamsız ola bilərlər. Geyim seçimi zamanı artıq gözəlliyə yox, yalnız rahatlığa önəm verirlər. Geyimləri və xarici görünüşləri solğun və diqqətdən kənar olur. Evlərində də minimalist və təmtəraqsız mühit üstünlük təşkil edir. Çox vaxt iki yol arasında seçim etməli olurlar və bu qərarı vermək onlar üçün son dərəcə çətin olur. Təkrar belə situasiyalar yaşanırsa, artıq öz qərar və yanaşmalarınızı analiz etmək zamanı çatıb. Və ən önəmlisi, verdiyiniz qərarı nəticələrinə görə özünüzü günahlandırmayın. Seçim etdinizsə, onu qəbul etməyi öyrənin. 6-cı enerji ürəkləri birləşdirən sevginin və anlayışın simvoludur. Öz enerjini bu yöndə balanslamaqla münasibətlərində möcüzələr yarada bilərsən. Əgər sən də bu enerjini hiss etdin və ilhamlandınsa, videonu bəyənməyi, paylaşmağı və abunə olmağı unutma. Sevgi ilə qal.